Boşanma təkcə emosional gərginlik deyil, həm də əmlak uğrunda əsl mübarizədir. Əmlak bölgüsünün ədalətli olması və sizin hüquqlarınızın qorunması üçün nə etmək lazımdır? Bugünkü videoda sizə hüquqlarınızı qoruyacaq 4 addım haqqında danışacağım. Mən Əfsələddin Əliyev, ailə və əmlak hüququ üzrə vəkiləm. Bu videoda boşanma zamanı əmlakınızı necə qorumaq lazım olduğunu öyrənəcəksiniz. Videonu sona qədər izləyin, axırda həyat yoldaşınızın əmlakı gizlətdiyi halda nə etmək lazım olduğunu izah edəcəyəm. 1. Hansı əmlakın bölünəcəyini müəyyənləşdirin. Bu niyə vacibdir? Çünki bütün əmlak bərabər bölünmür. Bəzisi ortaq mülkiyyət sayılır, bəzisi isə şəxsi mülk hesab olunur. Bu mərhələdə səhvlər sizin əmlak hüquqlarınızı itirməyinizə səbəb ola bilər. Əgər bu addımı ötürsəniz, nə baş verə bilər? Siz ya özünüzə məxsus olan əmlakı itirə bilər, ya da qanuni olaraq sizə aid olmayan mülkiyə iddia edə bilərsiniz. Bu da boş yerə vaxt və enerji itkisi deməkdir. Çoxları elə düşünür ki, evlilik dövründə alınan bütün əmlak mütləq olaraq yarı bölünməlidir. Amma məsələn, ev ər-arvaddan birinin şəxsi vəsaiti hesabına alınıbsa və ya ona miras qalınıbsa, bu mülk bölünməyə bilər. Sizə kiçik bir sir verim. Əgər həyat yoldaşınız əmlakın şəxsən ona məxsus olduğunu iddia etməyə çalışırsa, bunu sübut etməlidir. Məsələn, mənzilin miras pulu alındığını və ya hədiyyə olaraq qəbul etdiyini məhkəmədə sübut etməlidir. Əgər hansı əmlakın bölünəcəyini bilmirsinizsə, konsultasiya üçün qeydiyyatdan keçin. Mən sizə bunu anlamağınıza kömək edəcəyəm. 2. Əmlakın mənbəyini müəyyən edin. Bu niyə vacibdir? Məhkəmə yalnız sübutlara əsaslanır. Sözlər yox, sənədlər vacibdir. Məsələn, qəbzlər, bank çıxarışları, müqavilələr və s. İnsanlar bu mərhələdə hansı səhvləri buraxır? Əmlakla bağlı sənədlər özlərində olmur, sübutlar toplamırlar, qəbzləri itirirlər və ya qoyduqları sərmayəni sənədləşdirmirlər. Düzgün yanaşma isə nəyi tələb edir? Bütün sənədləri əvvəlcədən toplamaq lazımdır. Bayaq dediyim kimi, qəbzlər, müqavilələr, bank çıxarışları, bank köçürülmələri, xüsusilə əgər həyat yoldaşınızın adına olan əmlaka pul xərcləmisinizsə, məsələn, onun evində təmir işləri aparmısınızsa, bu sənədlər sizdə olması vacibdir. Əgər hansı sənədlərin zəruri olduğunu bilmirsinizsə, mənimlə əlaqə saxlayın, sizə kömək edeyim. 3. Bölünəcək əmlakı qiymətləndirin. Bu niyə lazımdır? Məhkəmədə əmlakın real dəyəri əsas götürülür. Məsələn, əgər biriniz maşını götürür, digəriniz isə pul alırsa, məbləğin ədalətli olması vacibdir. Müstəqil qiymətləndirmə sifariş edin. Qarşı tərəfin təqdim etdiyi sübutlara güvənməyin. Əmlakın dəyərini qəsdən aşağı göstərə bilərlər. Boşanma öncəsi əmlakın dəyərini bilmək istəyirsinizsə, mənimlə əlaqə saxlayın, sizə kömək edeyim. 4. Mübahisəni məhkəməsiz həll etməyin mümkün olub-olmadığını yoxlayın. Bu niyə vacibdir? Bilirsiniz ki, məhkəmə prosesi vaxt və pul itkisi deməkdir. Hər şeyi sülh yolu ilə həll etmək mümkündür. İnsanların bu mərhələdə buraxdığı səhv nədən ibarətdir? Heç bir alternativi araşdırmadan birbaşa məhkəməyə müraciət edirlər. Halbuki, qarşılıqlı razılaşma ilə problemi tez və daha ucuz həll etmək olardı. Düzgün yanaşma isə nədən ibarətdir? Rəsmi müqavilə bağlayaraq razılığa gəlmək mümkündür və bu sənəd məhkəmə qərarı qədər qüvvəyə malikdir. Əgər əmlakı məhkəməsiz bölmək istəyirsinizsə, mənimlə əlaqə saxlayın. Mən sizə hüquqi çıxış yollarını izah edeyim. Əmlak bölgüsü çətin bir prosesdir. Amma doğru yanaşma ilə hüquqlarınızı qoruya bilərsiniz. Gəlin əsas addımları birlikdə xatırlayaq. 1. Hansı əmlakın bölünəcəyini müəyyənləşdirin. 2. Onun mənbəyini müəyyən edin. 3. Düzgün qiymətləndirmə aparın. 4. Mümkündürsə məhkəmədən yayınaraq razılaşın. Əgər əmlak bölgüsü ilə bağlı dəqiq hüquqi məsləhətə ehtiyacınız varsa, konsultasiyaya yazılın. Video faydalı oldusa bəyənin, kanala abunə olun və şərhlərdə suallarınızı yazın.